Fromm müəllimin 1941-ci ildə yazdığı bir kitab var. Azadlıqdan qaçış. Bu nə deməkdir? Fromm deyir ki, insan tarix boyu, xüsusilə 17-ci əsrdən sonra, kapitalizm dönəmindən sonra azad olmağa can atırdı. Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram. Qolumdakı zəncirləri qram gərək. Qram. Çəkil, ey qəsbkar. Mən bu xalqın gül səsiyəm, istəmirəm sizə Allah. Mən ümmanlar təşkəsiyəm, ümmanlar təşkəsiyəm. Bəxtiyar Vahabzadə də buna bənzər deyir ki, göylərin bir rəngini yox, 1000 rəngini sevirəm. Mən güllərin təkini yox, çələngini sevirəm. Erich Fromm deyir, azadlıq sevdası nə ilə nəticələnir? İnsan oldu azad. 1941-ci ildə yazıb Azadlıqdan qaçış kitabı. İnsan azad olandan sonra başa düşdü ki, bu çətinmiş bu azadlıq. Mənim neçə ildir can atdığım bu sevgilim nə çətin sevgiliymiş. Bundan yaşamaq olmur. Niyə? Onu başlayıb izah eləməyə. İlahi, elə gözəl izah eləyir. Bir çox məsələlərin o psixoloji kökünü verir. İndi kimsə deyə bilər ki, Erich Fromm səhv eləyir. Bakı Dövlət Universitetində 2023-cü il, 2022-ci dekabr idi. Bir tədbir vardı, seminar. Məni dəvət ediblər. Mənim də mövzum budur. John Dewey'nin təhsil fəlsəfəsi. Sonra da onu paylaşmışıq səhifəmizdə. Üstünə yazmışıq John Dewey təhsil haqqında nə deyir? İndi şərhlər yazılarda bir içində yazılır, John Dewey qələt edir. Necə bu nədən danışacaqsan? İndi bir adam deyə bilər ki, Erich Fromm qələt edir. Bağışla, üzr istəyirəm. Amma Erich Fromm çox dəyərli tədqiqatçı da, alimdir, filosofdur, psixoloqdur, sosioloqdur, hər şey şünasdır. 20-ci əsr. Deyir ki, İnsan 20-ci əsrdə azad olandan sonra azadlıqdan qorxmağa başladı. Niyə? Cavab. Lakanik deyəcəm. Əzizim, insan əvvəl azad olmayanda orta əsrlər dönəmində necə idi? Feodallar vardı, kilsə vardı, bir də işçilər vardı. İşçilər kimə tabe idi? Feodallara, ağalara, bir də kilsəyə. Onlar nə deyirdilərsə bu deyirdi baş üstə. Baş üstə. Özünün kimliyi yox idi. Adam o yerdə ki, özü bir şey yaratmayıb, məsuliyyəti də yoxdur da, rahatdır. Mən burada məsuliyyətim var, yox, rahatam. Gəlmişəm bura, uşaqlar, dostlar, bütün işləri görüblər, mənim məsuliyyətim yoxdur ki. İnsan azad olandan sonra gördü ki, ilahi, bu məsuliyyət nə ağırdır. İndi başladı reaksiya verməyə, bu məsuliyyətə, bu azadlığa reaksiya verməyə. Qorxdu, qaçmaq istədi bu azadlıqdan. Gördü, ağırdır. Bir misalla bunu izah edeyim, bir misalla. Bir müəssisədə müəssisənin rəhbəri var və işçilər var. 1000 nəfər işçi var. İşçilərdən biri fikirləşir ki, bu müəssisənin rəhbəri kefdədir, rahatdır, azaddır. Kaş mən də olardım. Amma xəbəri yoxdur ki, müəssisənin rəhbərinin azadlığı varsa, 1000 işçinin məsuliyyəti də onun üzərindədir. Ayın axırı onların pulunu verməlidir. O bunu düşünmür. İndi başladı qaçmağa. Bu qaçanda bir neçə forma aldı. Bunlar çox möhtəşəmdir, ilahi. İnsan nə qədər xoşbəxt olmalıdır ki, otursun bunları düşünsün. Bunları düşünsün. 41-ci ildə kitabı yazıb, mən indi ondan danışıram. Nə qədər insan ümumbəşəri düşünməlidir. Sənin danışığın ümumbəşəri olmalıdır. Bütün əsrlər üçün, bütün dövrlər üçün, ölkələr üçün, cəmiyyətlər üçün. Yoxsa ki, elə danışırsan, biləcərdən də o tərəfə keçmir. Otur bir düşün də. Sənin bu danışığın aktualdır, əzizim, aktual deyil. Otur bir dəfə bir güzgüdə özünə bax da. Üzr istəyirəm, fikri ağzına nə gəldi danışırsan. Bizim müəllimlərimizdən biri deyir ki, o vaxt. Böyüklərdən biri deyirmiş ki, bəziləri elə başa düşür ki, bir şey yazırlar ha kitabda. İndi o 50 il bundan qabaq deyilmiş. Çapxanaya gedəndən sonra o paçlaşır. Bir paçlaşdırılacaq, biri də çap etməkdir. Ağzına gələni yaz, getdi çapxanaya, oldu təmiz. İndi də bəziləri podcast dönəmində elə düşünür ki, işıqlı, çilçıraqlı bir studiyada nə danışsan o təmizləşir. Elə deyil əzizim. O elə studiya o məsələnin bir tərəfidir. Başladı qaçmağa. Bir cümlə. Azadlıqda rəqabət gördü. İlahi, hamı azad olub, rəqabət var. Gücü çatmır axı rəqabət eləməyə. Başladı dağıdıcı hərəkətlərə yol verməyə. İnsan. Azadlıqdan qorxdu, indi başqa yerə üz tutub. Dağıdıcı hərəkətlər eləməyə, cinayətə əl atır. Niyə? Niyə cinayətə əl atır bu insan? Ona görə ki, azadlıqdan, məsuliyyətdən qorxub, qaçıb
çıxıb. İndi cinayət edir ki, dəhşətdir. Kompensasiya eləsin onu, gücünü. Güclü deyil axı. Baxın, güclü deyil də iradəsi zəifdir. İradəsi zəif olsaydı o azadlıqda qalardı da, yaradardı. Yarada bilmir. Ona gücü çatmır. Bir tərəfdən də istəyir güclü olsun axı, güclü görünsün. Hamı mənə güclü desin. Elə bil mən ömrü boyu bir dənə kitab oxumağa hövsələm yoxdur. Amma istəyirəm hamı mənə desin ki, Mahir müəllim nə savadlı adamdır, onu sevirəm. İstəyirəm onu. Amma bu tərəfdə savadlı olması kitab oxumalıyam axı, onu oxumağa cəsarətim yoxdur. Gizli yatıram. Bu dəhşətli bir şeydir. Qaçdı buradan, başladı dağıdıcı hərəkətlər eləməyə, cinayət eləməyə. Necə? Təxminən Azərbaycan ailələrinin bir 20%'ında, bu az dedim, 20%'ında. 10%'ında deyək, məni döyməsinlər. Görmüsünüz bir qardaş, bir oğlan, işsiz, təhsilsiz, heç bir işə getmir, amma evdə yekəxanalıq eləyir. Bacıya qarşı zor göstərir, anaya qarşı zor göstərir, evdə özünü kişi kimi göstərir. Çöldə heç kim deyə, heç kim. Bu heç kim olmağa bunu incidir. Bu axı istəyir şəxsiyyət olsun. Şəxsiyyət olmaq üçün işləməyə lazımdır, gücü yox. Gücü var ya, yəni iradəsi yoxdur. Elə gücü yoxdur. Ona görə Fromm deyir ki, qatil cinayətkarlarla gedin danışın, çoxları bu tənhalıqdan əziyyət çəkirlər. Azadlıq tənhalıq verir insana, heç qalır. Rəqabət aparmalısan, ya Allah! Bu meydan, bu şeytan, ya Allah! Hərəkət elə, hərəkət elə. Həraslandım, qorxuram. Bu çalış, vuruş, hamı çalışır, sən də çalış. Nə ata, nə ana, nə dayı, nə əmi yoxdur artıq. Həyatdır, sənsən, bir həyat, çalış. Vay, 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 əvvəl nə yaxşıydı, nə yaxşıydı. Bir feodal var idi, bir də mən vardım, əkinçi. Nə 5'te alacağım var idi, nə 3'te verəcəyim, nə keyf idi bu. Müthiş olmuşam. Bu bir dağıdıcı hərəkətlərə başlayır.